Elə isə birinci mətnimizin izahını verməyə başlayaq. Bəhlul Danəndə və vəzir. Bir vəzir görür ki, Bəhlul Danəndə yol qırağında oturur, qabağında da 3 topa torpaq. Soruşur. Bəhlul, bu torpağı nə üçün toplamışsan? Bəhlul, satıram. Vəzir fikirləşdi ki, görəsən Bəhlul bu torpağı nə üçün satır? Deyir. Bu torpağı hər topası neçəyədir? Bəhlul deyir. 10 tümənə. Vəzir 10 tümən verib torpağın bir topasını alır. Bəhlul torpağı ona verəndə deyir. Apar bu torpağı varlı, zalım adamları etibar edən başına tök. Vəzir məəttəl qalıb öz-özünə deyir ki, ikinci topağını da alacağam. Görək nə deyəcək. 10 tümən verib ikinci topağını da alır. Bu dəfə Bəhlul deyir. Apar yaxşı tanımadığı adamdan borc pul alanın başına tök. Vəzir yenə bir şey başa düşməyib son pulunu verərək üçüncü torpaq topasını da alır. Bəhlul deyir. Apar hər yetənə etibar eləyib sir verənin başına tök. Vəzir bu sözləri sınamaq üçün evinə ... nə yaza bilər, sonra onu baxacağıq. Evə çatanda qonşusuna deyir. Qonşu padşahın bir qoçu var, onu çox istəyir. Mən o qoçu oğurlayacağam. Heç kəsə deməzsən ha. Qonşu andaman eləyib deyir. Yaxşı eləyəsən. Mənim ağzımdan söz çıxmaz. Vəzir gecə padşahın qoçunu oğurlayıb evinə gətirir. Padşah çox axtarır, qoçu tapmır. Vəzir də gecə qoçu gizlin başqa yerə aparır. Bir şaqqa ət alıb evinə gətirir. Yaxşı süfrə hazırlayırlar. Qonşunu da çağırırlar. Həmin ətdən hazırlanmış xörəyi yeyirlər. Qonşu razılıq edib evinə gedir. Vəzir sonra başqa bir varlıdan da 100 tümən borc pul alır. Bir gün vəzirin qonşusu ilə sözü çəp gəlir. Aralarında narazılıq yaranır. Qonşusu o saat evin damına çıxıb bərkdən çığıra-çığıra deyir. Ay qonşu, mənimlə nə vaxt gəldi dalaşırsan? Bu da o deyil ha. Padşahın qoçunu oğurlayasan, kəsib yeyəsən. Söz padşaha çatır. Əmr eləyib vəziri tutub dar ağacın dibinə əkirlər. Onu basmaq istəyəndə vəzirin borc aldığı vardı gəlib pulu istəyir. Vəzir padşaha deyir. Şah sağ olsun. Bir sözüm var. Qoy deyim, sonra məni edam etdirin. Padşah deyir ki, de. Vəzir Bəhlul olan məsələni ona söyləyib deyir. Şah sağ olsun. Mən Bəhlulun dediyi sözləri sınamaq istəyirdim. Qoç sağdır, gətirə bilərsiniz. Padşah adam göndərir, qoçu gətirirlər. Padşah vəziri azad edir. Vəzir varlıdan aldığı borc pulu da qaytarır, sonra padşaha deyir. Mən sənə 40 ildir qulluq eləmişəm. Həm də sədaqətli olmuşam. Demə bir qoç qədər də qiymətim yox imiş. Mən daha vəzifədən gedirəm. Padşah nə qədər deyib xahiş eləyir, vəzir razı olmur. Vəzirlikdən çıxıb öz evinə gedir. Vəzir o gündən heç kəsə sir vermir, güvəndiyi şəxsən borc almır, böyük zalım adamlardan kənar gəzir, onlara bel bağlamır. Deməli, birinci sualımız. Mətndə çərçivə daxilində verilmiş söz cümlələrin birində kontekstdəki mənada uyğun işləmir. Mətndə çərçivə daxilində verilən sözə baxaq ilk öncəliklə. Bu sözümüzdür. Alır sözü. Bir topasını da alır. İndi buna uyğun olaraq çizəcəyik. Baxaq. Dağlar başın qara dumanlara bu fərqli mənadadır. Sakitcə yaxınlaşıb qonşusunun əhvalından xəbər aldı. Bu məcaz mənada xəbər almaq başqa mənadadır. O imtahana hazırlaşdığı üçün yaxşı qiymət almaq. Qiymət almaq fərqli mənadadır. Qardaşının qızı üçün gəlincik aldı. Tamamilə doğrudur. Mətndəki sözləri çərçivəyə almaqda tamam fərqli mənadadır. Orada almaq mənası ilə buradakı bu almaq mənası uyğun gəlmir. Cavabımız qardaşının qızı üçün gəlincik almaqdır. Getdik ikinci suala. Mətnə əsasən müəyyən edin. Doğrudur, yanlışdır. Bu tipli suallarda bəzilərimiz çaşırıq. Doğrudur desə, bunun altından doğru ifadəni seçməliyəm. Yanlışdır desə, yanlışın altından da yanlış seçilməlidir. 1. Mətndə bəhs olunan məkanda məhkəmə sistemi işlək deyil. Tamamilə doğrudur. 2. Hər şey hakim şəxsin idarəsinə bağlıdır. Bəli, tamamilə doğrudur. Qonşu vəzirin sirrini həmin an açır. Həmin an mı açmışdı? Xeyr, həmin an açmadı. O dedi axı üstündən bir müddət keçdi, onlar xörəyi yedi, bir dəfə sözü çəpləşəndə açdı hamının yanında dedi. Onu demişdi orada. Ona görə 3 yanlışdır. 3 olan variantlarını avtomatik silirəm. 4. Hadisələr dövrümüzdə baş vermir. Tamamilə doğrudur. Niyə? Orada bayaqlar fikir verdinizsə, pul vaydı kimi tüməndən deyir. Deyir 10 tümən verdi, 20 tümən və s. Ona görə də biz buradan görürük ki, hadisələr dövrümüzdə baş verməyib, keçmişdə baş veribdir. Bu nədir? Doğru bir fikirdir. Mən nə etməliydim? Yanlışın altına yanlış seçməliydim. Ona görə 4-də çıxsam Y variantıdır cavabım. 5. Padşah vəzirin istefa qərarını güclə müdaxilə edir. Xeyr, tamamilə yanlışdır. Heç qalmır. Vəzir orada heç qalmır. Vəzir çıxır gedir. 13. Əvvəlində rəqəm yazılmış hansı cümlələrdə verilmiş fikir həmin fikri söyləyən obrazın xarakterinə uyğun deyil. Əvvəlində rəqəm yazılmış cümlələrə baxacağam.
və orada həmin fikri söyləyən kimdirsə, onun xarakterinin uyğun olub olmadığını baxacağam. Məndən olmayanlar istəyir. Birə baxaq. Mən o qoçu oğurlayacağam. Heç kimə deməzsən ha. Bu oğruludur? Xeyr, bu sadəcə onu belə deyək də sınamaq istəyirdi. Burada da deyir axı sınamaq istəyirdi. Bu onun xarakterinin zid olduğuna görə biri götürən, bir kimin sözüdür? Vəzirin sözüdür. 2-yə baxaq. Mənim ağzımdan bir söz çıxmaz. Bu qonşunun sözü idi. Söz çıxmazsa necə gəlib hamının içində deyir bunu? Axı burada gəlib özü açdı dedi, orada deyilirdi. Ona görə də 2-ni də götürəcəm. Cavabım olacaq 1-2 A variantı. Deməli 14-ə baxaq. Mətndəki əsas fikir mətndəki ayrı-ayrı hissələrdən çıxan fikirdir. Deməli biz birinci əsas fikirləri tapmağa çalışaq. A-ya baxaq. Həqiqət acıdır, amma vacibdir. Bu əsas hissəmdir. Sonra B-yə baxaq. Təsadüflər bəzən insana kömək olur. Bu amma ayrı-ayrı hissələrdən ibarətdir. Çünki ayrı-ayrı abzasların hamısını bir-bir təhlil etsək görərik ki, bu özünü doğruldur. Təsadüf bəzən insana kömək olur. Bu doğruldur. C. Elm öyrənmək üçün uzaq ölkələrə getməlisən. Heç elmlə söz mü açılmışdı? Ona görə avtomatik olaraq C harda nəyə gedibsə siləsən variantım. Bax, C də getdi, B də getdi, D də getdi. 3 variantın getdi. D-yə baxaq. İnsanların əsl xasiyyətini dara düşəndə anlayırsan. Bəli, bu nəyə aiddir bəs? Bu əsas fikirdir. Nə üçün əsas fikirdir? Çünki mətnin məğzi budur. Mətnin məğzi elə buydu. O dedikləri sınamaq istəyəndə sözü deyir ona, amma o da gedir açır deyir də axı onu. Elə ona görə D də gedəcək. Sonra Y-yə baxaq, sənə güvənilməyən yerdə qalma. Bu nəticə hissəsində deyilirdi. Bu ayrı-ayrı hissələrdən çıxan nəticədir. Bu Y-yə gedəcək. 2-yə gedəcək Y. Deməli 1-ə A-dir, 2-yə B, Y olacaq. 15. Mətndə yanlış olan ifadələri müəyyən edin. Yanlışları istəyir bizdən. Bəhlula rast gələndə vəzirin cibində cəmi 30 tümən pul vardı. Bu doğrudur. Deyəsiniz ki, orada deyilməyib amma nəyə fikir verməliyik? Burada nə demişdim? Aha, bircə saniyə. Bura baxaq. Bir topasını alır. 10 tümən verib bir topasını aldı. Sonra nə deyir? Bir 10 tümən də verdi. İkinci topanı aldı. Axırda nə deyir? Vəzir yenə bir şey başa düşməyib son pulunu verərək 3-cü torpaq topasını da alır. Deməli bunun ümumilikdə 30 tümən pulu var imiş. Buradan görürük. Bir düzdür. Mənə nə istəyir yanlışı, ona görə də bir olan variantları çıxıram. 2. Vəzir padşahın heç bir xüsusiyyətini bilmirdi. Bu yanlışdır. Vəzir padşahın heç bir xüsusiyyətini bilmirdi. Bu yanlışdır. Bu sadəcə sınamaq istəyirdi. Ona görə 2-ni götürəcəm yanlış kimi. 3-ə baxaq. Qonşunun vəzirə qarşı əvvəlcədən qərəzi vardı. Qərəzi mi var idi? Xeyr. Nə qərəzi var idi ki, qərəzi yox idi. Ona görə 3-ü də götürəcəm. Ona görə B-ni də silirəm. Yaşlı vaxtında da insan ibrət ala bilər fikri vəzirə aiddir. Bəli, tamamilə doğrudur. Çünki o axırda yoxladı onları. Yəni yaşlı vaxtında da insan ibrət ala bilər. Yəni fərq yoxdur. Hansı yaşda olsan ol, yəni ibrət ala bilərsən. Ona görə 4-də silim, cavab Y variantı. Vəzir qısa müddətli idi ki, padşahın yanında idi. Qısa müddət xeyr. Uzun müddət idi ki, padşahın yanında idi. Demişdi orada 40 ildir sənin qulluğundayım hətta demişdim. Ona görə də 2, 3, 5 cavabımız Y variantı. Gedək 16-cı suala. Cədvəli tamamlayan fikirlər yazın. Burada mən qeyd etmişəm. Burada deyir tənqid olunan xüsusiyyət. Tənqid nə deməkdir? Tənqid mənfi fikir deməkdir. Aha. Deməli padşahın simasında. Yəni padşahın simasında o vəzirə qarşı olan mənfi fikirlər, yəni vəzirə qarşı olan tənqid hansılardır? Padşahın simasında deyə bilər ki, tez inanmaq. Niyə görə? Çünki qonşu ona deyəndə ki, bu oğurlayıb o qoyunu. O dəqiqə inandı padşah ona. Ona görə tez inanmağını deyə bilərik. Bir də dəyər verməmək. Çünki 40 ildir yanında qulluq elədiyi bir insana dəyər versəydi, o dəqiqə qonşunun sözünə etibar etməzdi, inanmazdı. Sonra qonşunun simasında satqın. Nəyə görə satqın? Elə görürük. Götdü o dəqiqə bir elə söz çəpləşəndə bas-bas, bağıra-bağıra dedi onu. Bir də etibarsızlıqdır. Etibar etdi dedi. Qonşuya dedi ki, heç kimə demə. O da etibarsız insan imiş ki, onu açdı dedi. Ona görə etibarsızlıq sözündə yaza bilərik. 17. Mətndə əvvəlində işarə qoyulmuş söz və ifadələrin qarşılığını müəyyən edib yazın. Baxaq görək, kvadrat birinci. Kvadrat görək hansıdır? Aha, şaqqa. Bir şaqqa ət alıb evinə gətirir. Şaqqa nədir? Parça deməkdir. Misal üçün bir
parça ət deyəndə bir şaqqa ət, keçmişdə bu şaqqa deyilmiş. Ona görə parça ilə əvəz edə bilərik, bir parça ət kimi. Sonra üç bucaq, üç bucağa baxırıq. Məəttəl qalmaq. Məəttəl qalmaq nə deməkdir? Təəccüblənmək deməkdir. Ona görə də burada yazırıq təəccüblənmək. 18. Mətndəki vəzir obrazının xarakteri ilə bağlı 2 xüsusiyyət yazın. Bir dənə yazar müəllif bizdən 2 xüsusiyyət istəyir. Ona görə ikisini yazmalıyıq ki, tam bal alaq. Bir yaza bilərik ağılı. Nəyə görə ağılıdır? Ağlı gətirib ki, mən onları yoxluyum. Həm də düşüncəlidir. Düşüncəlidir. Ona görə düşüncəlidir ki, düşünüb həm də ağıllıdır. Getdi bunları yoxladı. Ona görə bunu düşüncəli və ağıllı deyə bilərik. 19. Mətndə nöqtələrin yerinə mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Birinci mən üsluba baxmalıyam, sonra nöqtələrin yerinə baxacağam. Baxaq. Mətnimiz nə? Hansı üslubdaydı? Mətnimiz bədii üslubdaydı. Bədii üslubda olduğuna görə bədii üsluba uyğun, yəni bədidə nə olurdu? Məcazilik olmurdu. Ona görə məcazi mənada bir ifadə yazacağam. Nə deyir? Vəzir bu sözləri sınamaq üçün evinə yollandı. Evinə yollana bilər. Evə çatanda qonşusuna deyir, aha, evinə nə deyə bilərik? Evinə yol aldı. Bu məcazi mənadadır və bədii üslubdadır. Yol almaq sözünü nə edirik? Yazırıq. Yol almaq. Sonra 20. İnsanları tanımaq üçün onları dar gündə yoxlamasının hökmünü mətninə əlaqələndirib fikrinizi yazın. Bu tamamilə hər kəsin öz şəxsi fikridir. Biz deyə bilərik ki, burada vəzir nə qədər də münasibətdə olsa da, həm padşahla, həm qonşusuna, axırda onları sınayanda əslində onları yaxşı tanımadığını görür. Bunu yaza bilərik. Deməli, mətnimiz bu qədər. Əgər belə mətnlərin davamını istəyirsinizsə, rəy bölməsinə qeyd edə bilərsiniz. Buralarda da yazmışdım tənqidin mənfi fikri olduğunu. Belə lüğətlər var. Bunları da əzbərləmək lazımdır. Ümid edirəm videomu bəyəndiniz. Sağ olun.